Salam. 11-ci siniflər üçün olan 20 sınaq imtahanının 4-cüsünə baxırıq. Əvvəlcə listeningi qoyuram. Unit 4. Listen to the passage and answer the questions from 1 to 6. The Museum of Miniature Books in Baku, Azerbaijan, is a unique cultural attraction that houses the world's largest collection of miniature books. Located in the historic Icharishahar Old City of Baku, the museum was founded by Zarfa Salahova and features over 6,500 books from 64 countries. The museum, which entered the Guinness Book of Records as the largest collection of miniature books in the world, has long been a popular place among tourists. The museum's collection includes a wide variety of miniature books, some as small as a few millimeters. These books cover numerous topics and languages, including Russian, Turkish, English, German, and Arabic. Amongst the highlights are miniature editions of well-known works like the Divine Comedy. The museum has expanded its influence with branches in Shaki, Nakhchivan, and Ganja, each housing significant collections of miniature books. These branches help to make the museum's unique offerings accessible to a broader audience across Azerbaijan. It has also demonstrated its collection internationally in cities like Istanbul, Moscow, and Paris. Suallara baxaq. The passage is mainly about the founders and key figures behind the museum. Muzeyin arxasında olan açar figurlar, onun banisi yox. Bir listeningi tam silmək istəyirəm. Aha. İkinci sualımıza baxırıq. The role of miniature books in global literature. Global ədəbiyyatda miniatür kitabların rolu. Xeyr. The Museum of Miniature Books in Baku. Bəli, Azərbaycanda olan miniatür kitablar. Bakıda olan miniatür kitablar cavabımız C-bəndi. Yenə də deyə baxaq. The influence of Azerbaijan literature on the world culture. Dünya mədəniyyətində Azərbaycan ədəbiyyatının təsiri yox. The architectural significance of museums in Baku. Bakıda olan arxitekt muzeylərin əhəmiyyəti. Which statements are true according to the passage? Mətnə uyğun olaraq hansı cavab düzgündür? The Museum of Miniature Books in Baku is located in the historic İçərişəhər Old City. Bəli, İçərişəhərdə yerləşir. The museum features over 6,500 miniature books from 64 countries. Bəli. The museum's collection includes works in only 3 languages, Azerbaijan, Russian, and English. Səhvdir. The size of the smallest book in the museum is few centimeters. Çox az sentimetr var. Ən kiçik kitabın yox cavabımız 1-2 İbəndir. Üçüncü suala baxırıq. The Museum of Miniature Books in Baku, Azerbaijan demonstrates works local artists, yerli rəssamların əsərlərini nümayiş etdirir. Yox, preserves national heritage, milli irsimizi qoruyur. Engage with international scholars, beynəlxalq scholarla əlaqəlidir. Xeyr, promotes literacy in the region. Bəli, regionda yox, səhv işarələdim, deyəndə. Regionda nəyi göstərir? Ədəbiyyatı. Encourages creative writing among youth. Gənclər arasında kreativ yazını daha da ruhlandırır. Write the correct answer to the question according to the passage. Mətnə uyğun olan düzgün cavabı. How many branches does the Museum of Miniature Books have across Azerbaijan? It is 6,500 books. How many branchları istəyir bizdən? Bəli, davam edirik. How many branches does the Museum of Miniature Books have across Azerbaijan? Bəli, Azərbaycanda neçə branşı var, filialı var, 3 filialı var.
6500 kitabı idi orada kitabdan söhbət gedirdi. Şəki, Naxçıvan and Gəncə. 5-ci suala baxırıq. The museum has exhibited its collection internationally in cities like beynəlxalq olaraq hansı şəhərlərdə nümayiş etdirilib? İstanbul, Moskva, Paris. 3. Şəhərdə write one adjective from the passage which characterize the word collection. Collection sözünün işləndiyi sifət isə significant. Significant collection. Burada sadəcə olaraq yaza bilmirəm deyə heç yazmaq istəmirəm. Görün oxunur significant. Yəni yazmağa çalışdım. 7-ci suala baxırıq. Choose a correct variant. Düzgün variantı seçin. Jane collected 100 little books for her collection. Collected little books. Why? Open the book and read the three texts. The three texts olmaz. Third text olar. Üçüncünü. There are thousands of twinkling stars in the sky. Düzgündür. They were hundreds of olmaz. Hundreds olmaz. Kate saw force the force olardı. Z artiklı yoxdur deyə səhvdir. Cavabımız C bəndi. 8-ə baxırıq. We picked up we picked up enough berries to make a little jam. Bəli, cavabımız D bəndi. D bəndi. A lot of olardı. Of'u yoxdur. So many berries to make a few jam olmaz. Jam sayılmır. A little berries berry sayılır. Səhvdir. A lot of berries, a few jam. We picked up a lot of berries, a few jam olmaz. 9'a baxırıq. He devoted all his life to the freedom and happiness of his people. O bütün həyatını azadlıq və insanların xoşbəxtliyinə həsr etmişdi. He was a real patriot. Bəli, o həqiqətən də real vətəndaşdır. Are you leaving right now? He said. O dedi. Sən indi buranı tərk edirsən. Vasitəli tamamlıqdır. Said aska çevrilir. He asked if. Baxın, ümumi sual cümləsi yadınıza saxlayın. If ilə düzəlir cümlə. He asked if. You isə şəxs əvəzi dəyişir. I-yə keçir. I was leaving then. Cavabımız C bəndi. Now da zenlə əvəz olmalıdır. Baxın, D-də noun qoyub, I-də noun saxlayıb, buna görə səhvdir. Asked if I was leaving olar, was I verib, versiya verib olmaz cümlənin ortasında. I am leaving, yox. Həm də vasitəlik daxil zaman zaman geriyə getməlidir. İndiki zaman keçmiş zamana çevrilməlidir. 11'ə baxırıq. A number of days ago, the Browns went on holiday. Bir neçə gün bundan əvvəl Brownlar istirahətə getdilər. Təsdiq cümlədir. Təsdiq verdik. Neither getdi. We didn't either olardı. 2 səhvdir. Cavabımız 3, 4. Bir bəndi. 12'ə baxırıq. Mary wrote lots of articles during the year. Məchul növdür. Məchul növ həmişə deyirəm, bütün videolarımda qeyd edirəm. Feildən sonra gələn tamamlıqdır. Lots of articles. Zamana baxırıq, keçmiş zamandadır və articles cəmdə olduğu üçün were written. Bəli, ey bəndi. B olmaz, articles cəmdədir, was verib. C olmaz, indiki zamandadır. D-də də indiki zamandadır. Were ilə bin də birlikdə işlənməz, ona görə i də səhvdir. Onun üçün suala baxırıq. What are you going to take with you? Sən özünlə nə götürmək istəyirsən? What else are you going to take with you? I'm going to take some more money and a few bottles of water. Bəli, mən səhv etdim, bir şey deyil, bir bənd. Mən biraz daha artıq pul və su götürmək istəyirəm. Su butulkası mənasına gedir. 14'ə baxırıq. Bu niyə belə oxunmur heç? Görə biləcəksizmi? Belə özüm skan eləyərdim bunu. Dərslərdə özüm çəkirəm. Our teacher asked us to make a presentation. Bizim müəllimimiz bizdən xahiş etdi ki, prezentasiya hazırlaşsın. And we did. Burada cavabımız and we did olacaq. Düz yaxşı görə bilmirsiniz.
15'e baxırıq. Taking photo isn't permitted in the London Museum. London Muzeyində şəkil çəkdirməyə icazə yoxdur. Baxın, to be var. To be ilə də verin də cümləni. İnkardır. İnkar da verməlisiniz. Isn't it. Did olmaz, are olmaz, did olmaz. Is it yox, isn't it olar. He bəndi. 16'ya baxırıq. After the accident, they didn't ask for help. Baxın, inkar var, not var. Eyni olan cümləni götürməliyik. To olmaz, təsdiq cümlədə olur. No more, no'ya nor olmaz. İnkara inkar olmaz. Either olar, at all olar. Bəli, 1, 4, 5. At all nə deməkdir? Qətiyyən deməkdir. Hadisədən sonra onlar qətiyyən heç nə soruşmur, kömək istəmədilər. He could complete the task, write an explanation. He could both complete the task and write an explanation. O həm cavabı tapdı, həm də ki izahı yazdı. Sibəndi. Tərcümə etmək lazımdır. Choose the incorrect variant. Səhv olan variantı axtarırıq. So many times düzgündür. Times dəfə mənasındadır burada. Such interesting work. Belə maraqlı iş düzdür. So a little bird. Elə kiçik kuş. Sibəndi. So much time düzdür. Such cute ducks düzdür. 19'a baxırıq. The winners canlıdır. Qaliblər kim? Qaliblər. Ona görə də who verməliyik. Canlı olarsa who verməz və who'dan sonra birbaşa xəbər gəlir. Who'dan sonra isim gəlməlidir. İsim. Whom'dan sonra isə sözün. Whom isə sözün ilə işlənir. 20. suala baxırıq. He visits the gym after work. O işdən sonra cimə, gimnaziyaya gedir, idman zalına gedir. Really? Does he? Really veririksə, bu zaman real inkarlıq anlayışı bildirdiyi üçün ikinci sərfi təsdiq verməliyik. Cavabımız eybəndi. Scarcely də inkarlıq bildirir. Doesn't he verə bilmərik. Barely də inkarlıq bildirir. Hardly də, seldom da, bu dördü də inkarlıq bildirir. Ona görə ayrıcı sualda onu təsdiq də verməliyik. Cavabımız eybəndi. Buna diqqətli olun. Belə bir sual imtahana düşə bilər. We learned about the difference of some words from the text. Biz bəzi sözlərin mənasını tekstdən öyrəndik. Yox, we learned much about the difference of some words from the bəli, much. Biz daha çox öyrəndik. Learned'dir, feildir, zərflə işlənməlidir. Cavabımız sibəndir. I haven't ever used my phone more than an hour a day. İnkarlıq var. No, has, he, eybəndi. She has also olmaz. İnkarlıq var. He hasn't either olardı. She has to. Cavabımız eybəndi. Mətnə baxırıq. The Dolls Theatre in a miniature world nestled within the heart of Baku, the capital city of Azerbaijan. Kukla teatrı miniatür dünyada Bakının mərkəz ürəyində yerləşir. Azərbaycan paytaxtında tiny wooden dolls come to life on a funny stage. Kiçik wooden taxtadan olan oyuncaqlar, gəlinciklər həyata gülməli səhnədə gəlir. The theatre is adorned with unique details resembling Baku's iconic architecture. Tamaşa Bakının arxitekturasını əks etdirir öz nadir detalları ilə. It is flame towers reach towards the sky. Alov qülləsi səmaya çatır. The historic tall maiden tower sets the scene for captivating performance. Tarixi qız qalası öz səhnələri əks olunur performanslarda.
The dolls dressed in traditional Azerbaijani costumes dance gratefully to the melodies of muğam, soulful music echoing through the ages. Gənciklər milli Azərbaycan kostyumları geyinirlər, rəqs edirlər muğam melodiyasına və əsrlər boyudur ki, AIDS, through the AIDS. Bu musiqi ürəkləri fəth edir. Their miniature movements tell stories of Baku's rich history from the ancient Silk Road traders to the modern oil growth that transforms the city's skyline. Və bu miniaturların hərəkəti Bakının zəngin tarixini İpək yolundan müasir neftin inkişafına kimi transformunu göstərir. As the curtains rise, the audience is transported through Baku's lively streets, where shop assistants sell aromatic spices and carpets knitted with specific designs. Və pərdə qalxan zaman auditoriya Bakının şən küçələrini görür, dükkanlarda aromatik ətirlərin satıldığı, xalçaların toxunduğu xüsusi dizaynları görür. They witness the admirable culture of Baku's diverse communities, celebrating Nowruz holiday with colorful displays and lively folk dances. Onlar Bakının müxtəlif cəmiyyətlərini, Novruz bayramı qeyd edir, rəngarəng səhnələrdə folklor xalq rəqsləri ilə canlı xalq rəqslərinin şahidi olurlar Bakının heyrətamiz culture mədəniyyətində. Against the backdrop of the Caspian Sea's twinkling water, the dolls convey the spirit of Baku's flexibility and innovation. Deməli, Xəzər dənizinin parlayan sularında suların əksi olaraq Bakının kuklalar Bakının ruhunu əks etdirir, onun innovasiyasını, yeniliklərini. They represent the city's journey from ancient times. O şəhəri qədim vaxtlardan nümayiş göstərir. Baku has evolved into a thriving cultural and economic center in this doll theater. Bakı bu çiçəklənən mədəniyyəti, iqtisadi mərkəzi kukla teatrında əks olunur. Baku's story reveals with charm and magic, offering a miniature but a deep glimpse into the soul of Azerbaijan's lively capital. Və Bakı öz hekayəsini, sehirli, şarmlı hekayəsini açır. Belə kiçik miniaturlarla Azərbaycanın paytaxtının ruhu əks olunur. The passage is mainly about the historical significance of Baku's Maiden Tower, Bakının Qız Qalasının əsas xüsusiyyətləri, the economic growth of Baku through oil exploration, neftlə Bakının inkişafı, the description of Baku's history and culture through doll performance. Bəli, kuklaların performansında Azərbaycan, Bakının tarixinin əks olması. Which statements are true according to the passage? Mətnə yolu hansı daha uyğundur? The dolls wear traditional Azerbaycan costumes. Bəli, ənənəvi Azərbaycan kostyumları geyinir. The theater is adorned with details resembling Baku's iconic architecture. Bəli, the performance in theater include ballet and opera. Xeyr, orada balet opera göstərilmir. Visitors can swim in the Caspian Sea during theater breaks. İnsanlar Xəzər dənizində teatr fasilələri zamanı üzə bilər. Yox. Eybəndə. 25-ə baxırıq. What key elements do the dolls primarily use to vividly portray Baku's history and culture? Deməli, Azərbaycanın, Bakının tarix və mədəniyyəti hansı kuklanın elementlərində əks olunur? Milli kostyumlarda, graceful danslarda, cavabımız elə bir bəndə muğamda əks olunur da. Keçirik 26-ya. The Dolls Theater biraz görmək çətindir. Mən kitabdan oxuyum bu hissəsini.
Əgər ehtiyac olarsa, siz mənə yazarsınız, şərhlərdə yazarsınız. Kitabdan çəkib ataram bu hissəni. The doll theater captivates audience by describing. Deməli, kukla teatrı auditoriyanın diqqətini necə cəlb edir? Describing Baku's history, culture and using special stage effects and multimedia presentations. Bəli, Bakının tarixi, mədəniyyəti və s. və s. Gilmediyə baxırıq. How would you describe Baku as a historical and cultural center? Bakını tarixi və mədəniyyət mərkəzi kimi necə təsvir edərdiniz? Nə yazmaq olar? Baku is a historical and cultural center for its diverse communities or lively folk dances, bu cümlələri verə bilərsiniz, və yaxud da Silk Road Traders, Melodies of Mugham və s. In this puppet theater, Baku's narrative unfolds with its beauty, məsələn, or with its soulful music. Kukla teatrı, puppet kukla deməkdir, Bakının necə açır, necə onu nəql edir Bakı haqqında, məsələn, onun muğamını, onun canlı musiqisini bayaq dediyim cümlələrdə əks etdirir. Exhibition sözünə baxırıq. Exhibition sözü ilə işlənən söz deyir. Mətnə baxaq. Exhibition-a, ikinci mətdə exhibition-a hansı söz işlənirdi? Necə deyir? Write the close meaning of the word exhibition. Exhibition sözünə yaxın mənalı söz. İkinci də as a audience transported, lives where shop assistant. Display. Display sözü həm də exhibition demək. Baxın, burada display var. İhtiyac varsa bunu da arayalım. Display. Devam edək. The designing and constructing of buildings and structure. Binaların tikilməsi və dizaynı baxaq. Daha nestled. Unique details. Yenə də baxaq. Çünki burada cavab ilə nestled olacaq. Yerləşmə mənasında. Flame, torso, nestled loading. Davamına baxaq. Bitdi. Belə. İnşallah ki, bu tipli videoların davamını gəlməyini istəyirsinizsə, şərhlərdə qeyd edin. Bəyəndinizsə like edin, abunə olmağı unutmayın. Hələlik.